Müraciətlərin böyük əksəriyyətində mən düzəlmək istəyirəm, düz olmaq istəyirəm deyə bir ehtiyacla gəlirlər, bir istəklə gəlirlər. Yəni mən mükəmməl olmaq istəyirəm. Mən düzəlmək istəyirəm. Bu onun çağırışıdır ki, mən necə olum ki, mükəmməl olum. Aləmə baxsaq, təbiətdə düppədüz heç nə yoxdur. Təbiət insanın təbiətindən xəbər verir. Yəni insan təbiəti diqqətlə baxsa, əyri və düz, əyri düzə bağlanır, düz əyriyə bağlanır və nəhayətində möhtəşəm bir görüntü yaranır. Çaydır, dənizdir, səhradır, meşədir, meşədəki ağaclardır, ağacların yarpaqlarıdır, dağın görüntüsüdür, təpənin görüntüsüdür, ildırım vurmuş qayadır. Bunların hamısı əyri və düzdən ibarətdir, nəhayətində möhtəşəmdir. Və biz baxdıqca bundan zövq alırıq. Deməli, insan düppədüz olmağa çalışsa, heç də o görüntü yaranmayacaq. Hətta o daha da eybəcərləşdirir. Onun da ən gözəl yolu insan özünə səmimi olmağıdır. Səmimi etiraf eləmək. Mən bugün təyin elədim ki, deyəsən mən yalançıyam. Mən deyəsən riyakaram. Mən deyəsən qədir bilmirəm. Bu kimi etiraflar insan özünə edə bilərsə, o artıq həmin onu aşmağın demək olar ki, birinci yoludur. Bu baxımdan insan öz təbiətini, özünü kəşf eləmək istəyirsə, aləmə baxsın. Aləmdə mesajlar var. Yəni özünə qarşı bu qədər tələbkar olmaq, özünə qarşı bu qədər incidici davranmaq heç də o istədiyimiz nəticəni vermir. Təbiətə baxanda, məsələn, dənizimi sevirəm, çayımı sevirəm. Dağa qalxmaq mı yaxşıdır, dağdan düşmək mi yaxşıdır? Meşəni gəzmək yaxşıdır, yoxsa bir ağacın altında oturmaq yaxşıdır? Hətta bir hüceyrənin içində belə nə var? Məsələn, mitoxondrini bilənlər bilir ki, tam əyri-üyrü, amma ATF sintez eləyir, enerji mənbəyidir. Amma başdan başa əyri və düzdən ibarət bir görüntüdür. Deməli, əyrimlə, düzümlə mən möhtəşəməm və bütün mükəmməllər möhtəşəmlərə əl çalır.